Azərbaycandır desəm inanarsınız, Bakıda dənizə 5 dəqiqəlik məsafədə yerləşən Santorini vibe'ında olan bir məkan kəşf etmişəm. Məkan yaşıllıqlar içərisində, abu-havası möhtəşəmdir. Əsl istirahət etməli məkan. Hələ rəsmi açılışları da olmayıb, nənəm və anamla bayram qeyd etmək üçün gəlmişdim, sizlərlə paylaşmaya bilməzdim. Ağ balıq Sır dağları tək kəlmə ilə əntiqə idi. Bir çox məkanda humus yoxlamışam, ancaq belə ləzzətlisini hələ yeməmişdim. Ümumiyyətlə masaya gələn bütün məzələr çox təzə, keyfiyyətli və ləziz idi. Və şirin acı soslu, krevetkalı, qızıl balıqlı belə bir təamda sifariş etmişdik. Möhtəşəm idi, ən bəyəndiyim elə bu oldu. Nənəm və anam da bütün təamların ləzzətini çox bəyəndilər. Vişnəli, soğanlı, yanında yağla təqdim olunan paşteti də mütləq yoxlamalısınız. Düzdür, mən paştet elə sevən deyiləm, ancaq buradakını bəyəndim. Müxtəlif limonatlardan sifariş edə bilərsiniz. Hər bir balıq təamındakı balıqların təzə və keyfiyyətli olması da çox xoşumuza gəldi. Bu qədər ləzzətli yeməklərdən sonra dedik ki, yaxşı bir samvar çayı da içək. Yelkənə özəl pistəli dondurmalı paxlavalarını yoxladıq, onu da çox bəyəndik. Yelkən restoranının 30 may canlı musiqi və şouyla rəsmi açılışı olacaq və müxtəlif kabinetlər də var. Bu məkanı indidən seyv edin, yayda gəlin.